Səhnəyə çıxıb sustu, amma hamını heyran etdi. Bir dəfə məşhur bir natiq böyük bir auditoriya qarşısında çıxış etməli idi. Hər kəs ondan möhtəşəm bir nitq gözləyirdi. O isə səhnəyə çıxıb sustu, amma hamını heyran etdi. Bir dəfə məşhur bir natiq böyük bir auditoriya qarşısında çıxış etməli idi. Hər kəs ondan möhtəşəm bir nitq gözləyirdi. O isə səhnəyə çıxdı və bir neçə saniyə sustu. İnsanlar əvvəlcə çaşdılar, sonra isə daha diqqətlə ona baxmağa başladılar. O bir söz belə demədən tamaşaçıların diqqətini ələ aldı. Sonra dərin bir nəfəs alıb ilk cümləsini səsləndirdi. Və həmin cümlə hamının beyninə həkk olundu. Bəzən ən təsirli nitq sükutla başlayandı. İnsanların diqqətini cəlb etmək üçün hər zaman çox danışmağa ehtiyac yoxdur.